Salam, hörmətli izləyicilər. Əgər bilməlisiniz, satdığınız evin və yaxud da obyektin vergisini nağd edir və kimlə bu vergini ödəməkdən hansı halda azaddır, bu video sonuna qədər baxın, hər şey aydın olsun. Mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Zəhmət olmasa videonu bəyənin və YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Eyni zamanda mövzuda keçməkdən əvvəl mən sizdən xahiş edirəm ki, hörmətli izləyicilər, videonu ona görə bəyənin ki, mən əri arabasında olan şəxsəm, istəyən bir yer götürün, əri dostlarımın işini satın, həm əri dostlarımı dəstək olun, həm özümə dəstək olun, eyni zamanda hüquqi yardıma ehtiyacı olan vətəndaşlar hüquqi yardım göstərin həmin yerdə. Ona görə iyanə yığam, pul yığam. Pulu da YouTube kanalından yığmaq istəyəm, daha düzgün istəyən YouTube kanalı özü ödəniş etsin. YouTube kanalının da qaydalarına görə bir bəyənmə, bir köpük dəyərində hesablanır. Ona görə bəyənin. Bəyənin keçdiyim mövzuya, hörmətli izləyicilər. Yəni ki, satılan evin vergisi nə qədər olmalıdır və yaxud da obyektin vergisi nə qədər olmalıdır. Qeyd edin, diqqətlə baxın, hörmətli izləyicilər. Birinci növbədə onu qeyd edin ki, vətəndaş əgər satdığı evdə qeydiyyatları varsa, 300-dən artıqdırsa, o halda yəni ki, vergi ödəmir. Eyni zamanda yaşadığı evdirsə, yəni qeydiyyatı yoxdursa, bütün kommunal var, onun adınadırsa, işıq, qaz, su, hamısı onun adınadırsa, ütüyü, arayışı yığmaqla sübut edə bilir ki, kommunal hamısı onun adınadırsa, o halda da vergi ödəmir bir şərtlə. O, onun tək yaşadığı evdirsə, hörmətli izləyicilər, nəzərə alın. Eyni zamanda qeyd edin ki, evin vergisi ödədiyi zaman, satdığınız zaman, oradan 30 kvadrat çıxır. Məsəl üçün aydın olsun deyəm, 130 kvadratdan 30 kvadrat çıxır, 100 kvadratın vergisini ödəyirsiniz. Bu necə hesablanır, hörmətli izləyicilər? Əmsallarla. Məsəl üçün 100 kvadrat, hər kvadratı vurur 15 manata, 15-i də vurur müəyyən yerdə 4-ə və yaxud bir tane onda 2-yə və yaxud da 2-yə, 2 yarıma bu əraziyə görə dəyişir, hörmətli izləyicilər. Əgər bilməlisiniz ki, hansı ərazidə nə qədərdir və daha dəqiq bilmək istəyirsinizsə, videoda bəyənin. 1000 bəyənmə və 500 abunə olsa, bu haqda geniş məlumat verəcəm. Amma indi qeyd edin ki, 4 ilə 1 tane onda 2-nin arasını nətər olun. Məsəl üçün 100 kvadratlı eviniz var, kvadratı 15 manatın hesablanır, 15-i də vurur 4-ə. Bu 6000, hörmətli izləyicilər. Və yaxud əraziyə uyğun olaraq, bir tane onda 2'ye vuranda 1800 manat, hörmətli izləyicilər, nəzərə alın. Eyni zamanda regionlarda başqa cürə, o 4'ə və yaxud bir tane onda 2'ye vurmaqla, hörmətli izləyicilər, əlavə bir tane onda 5 və yaxud 3'ə də vurmaq olur, 2'yə də vurmaq olur, bir daha. O da əlavə bir məsələnin Nazir və Kabinetin müvafiq qərarı var, hörmətli izləyicilər. Onunla tanış olmaq istəyirsiniz, daha dəqiq bilmək istəyirsiniz ki, dediyim kimi, hansı ərazidə nə qədər vergi ödəyirsiniz, ona görə, yəni, hörmətli izləyicilər, videonu bəyənin. 1000 bəyənmə, 500 abunə olduğu halda, mən bu haqda video hazır edəcəm. Təkrar, hörmətli izləyicilər, daha geniş. O ki, qaldı, obyektlərlə bağlı onu deyə biləyəm ki, obyektlərdə bu imtiyaz yoxdur, obyektlərdə eyni qaydada, yəni, belə 30 kvadrat çıxımı və yaxud kim orada 300-dən artıq işlədirsə, onun gücəşli yoxdur. Obyektə birbaşa olaraq kvadratına uyğun vergi hesablanır. Məsəl üçün 100 kvadratlıq obyektə yerinə uyğun olaraq, məsəl üçün 4'ə vurulduğu halda 6000 vergi ödəyirsiniz, ilindən asılı olmayaraq. Ola bilsin, birin obyekti olsun, ola bilsin 10 ilin obyekti olsun, fərqi yoxdur. Yəni, ona 4'ə vursunuz 6000 və yaxud yerindən asılı olaraq 1800 manat edə bilər. Hörmətli izləyicilər, nəzərə alın. Belə bir məsələ var. Amma dediyim kimi, evlərlə bağlı gücəş əldə etmək istəyirsinizsə, birinci qeydiyyatınız olmalıdır, ikinci yaşadığınız yerdə kommunal var, sizin adınız olmalıdır, işıq, qaz, su, eyni zamanda sizin tək yaşadığınız ev olmalıdır. Bunu əlavə qeyd edin ki, vətəndaşın əgər 10 dənə evi olsa, 15 dənə evi olsa, yəni birinə şamil olur. Digər vergisini tam ödəməlisiniz. Məsəl üçün 130 kvadratdırsa,
onun kadasın 15 manatdan hesap edip mesela ayazı üzere 4'e veya bir tane onda çevirirsiniz. Geri başı dediğim gibi 2 yarım fazla da bulabilirsiniz. Hürmetli izleyiciler. O yerden asıl değişin nazar ve bir memurun nazar satılmak isteyen eğer bilmezsiniz ki paylarınızı satıldığı zaman ne kadar vergi ödemezsiniz veya sayı pay. Hansı ki orada kadar yok umumi pay hesabını. Onun ne kadar vergisi var onu bilmezsiniz. Dediğim gibi bu videonu beğenin. Min beğenme olsun. 500 abone olsun. O haqda da məlumat vereceğim. Eyni zamanda onu qeyd edin ki, hüquqi məsləhət istəyənlər üçün telefonla və hüquq məsləhətin ayarını verilməsi hörmətli izləyicilər 10 manatdır. Bunun ərizələri yazıb e-mail, WhatsApp ünvanına göndərirəm. Yəni gəlməyə ehtiyac olur, amma kimsəsə gələ bilər. Hörmətli izləyicilər, nəzərə alın. Sizdən bir daha sonunda xahiş edirəm. Videonu beğenin, YouTube kanalına abone olun ki daha çok şəxsin bu barədə məlumat olsun. Eyni zamanda mən bayaq dediyim kimi YouTube mənə ödəniş eləsin ki mən də yer götürə bilim. Hörmətli izləyicilər, əziz dostlarımın əşini satmağa. Eyni zamanda yəni ki siz baxıb faydalanırsınızsa kimsəsə iyanə edə bilər. Hörmətli izləyicilər. Və bir məlumatın nəzərə çatdırın ki mənim şotla böyükdə 1800'den artıq videolarım var. İstər vəsaitinə bağlı olsun, istər vergilərlə bağlı olsun, istər sosial yardımla bağlı olsun, istər pensiyayla bağlı olsun, istər uşaqla ünsiyyətinə bağlı olsun, istər əməkdaşın bölgəsinə bağlı olsun, istər ər-arvadın boşanmasına bağlı olsun, istər ər-arvadın arasında əməkdaşın bölgəsinə bağlı olsun və digər məsələyə bağlı olsun, qeyd olunub. Hörmətli izləyicilər, tanış ola bilərsiniz. Nəzərə alın. Mütləq qeyd edin. Və onunla qeyd edin ki, mən dediyim bu vergi məsələsi evlərlə və obyektlərlə bağlı çıxarışı olan evlərə və obyektlərə aiddir. Hörmətli izləyicilər, nəzərə alın. Digər evlərə sən notarius alqı-satqı edə bilmir. Nəzərə alın, mütləq qeyd edin. Vacib məsələdən biridir. Sənədsiz, bələdiyyə sənədinə və yaxud etibarnamənə və yaxud digər sənədlərlə almış evlərin satdığı zaman və yaxud da obyektlər satdığı zaman vergi şamil olunmur, yəni vergi tutulmur. Nəzərə alın, hörmətli izləyicilər. Orada yalnız notariusun xidmət haqqı tutulur. Vacib məsələdən biri budur. Hörmətli izləyicilər, sonunda bir daha sizdən xahiş edirəm. Videonu beğenib YouTube kanalına abone olun.